Salam, coğrafiya 7-ci sinif, kiçik sumatik qiymətləndirmə nömrə 500 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Birinci sualda deyilir bizə B və C məntəqələrinin nisbi hündürlüyünü təyin edin. Deməli bizə sxem verilib, sxemdə A, B, C nöqtələri verilib və hər birinin temperaturları verilib. Yəni biz temperatura əsasən nisbi hündürlüyünü tapmalıyıq. Biz bilirdik ki, hər 100 metr yuxarı qalxanda temperatur 0,6 dərəcə aşağı düşür. Buna əsasən biz hesablamalıyıq. Əvvəlcə A ilə B ilə baxaq. A-da temperatur 20 dərəcədir, B-də isə 8 dərəcə. Yəni biz temperatur fərqini tapmalıyıq. Temperatur fərqi eləyir 12 dərəcə. Biz bayaq dedik ki, hər 100 metr yuxarı qalxanda temperatur aşağı düşür 0,6 dərəcə. Biz isə x metr qalxanda isə temperatur 12 dərəcə dəyişməlidir. Bizdə cavab 12 alınmışdır. Yəni buradan tənasübdən biz x-i tapsaq, bizdə x bərabərdir alınacaq 2000. Deməli, B nöqtəsinin nisbi hündürlüyü 2000-dir. Yəni burada B nöqtəsinin nisbi hündürlüyü 2000 metr. Burada qeyd edək biz 2000-i, B-ni tapdıq biz 2000. İndi isə tapaq C nöqtəsini. A yenə 20 dərəcədir, C-də isə 2 dərəcə. Yəni 20 çıxılsın 2. Bu bərabərdir eləyir bizə 18 dərəcə. Yenə yüzdə 0,6 x metrdə isə bizdə 18. Buradan isə bizdə x bərabərdir alınacaq 3000 metr. Tənasübü həll eləsək. Yəni ikinci, yəni C məntəqəsində nisbi hündürlüyü isə 3000 metrdir. Deməli, A, B və C məntəqələrinin nisbi hündürlüyünü tapdıq biz. İkinci suala baxaq. Məntəqələri baş verən hava hərəkətlərinə görə qruplaşdırın. Deməli, birinci, yəni alçaq təzyiq qalxan havadır. İkinci şəkildə isə yüksək təzyiq enən hava. Deməli, qalxan hava müşahidə olunan ərazilərdə, yəni alçaq təzyiq müşahidə olunan ərazilərdə bol yağıntı yağır. Digər enən hava olan ərazilərdə isə yağıntı yağmır. Deməli, birinci bizə havanın qalxan hərəkəti olan ərazilər lazımdır, yəni alçaq təzyiq. Bunlar bir, ekvatorial ərazidir, yağıntılar bol yağır, onun üçün də alçaq təzyiq sahəsidir. Sonra 3, ekvatorial ərazidir, yəni alçaq təzyiq sahəsidir. Bir də 5, mülayim iqlim qurşağıdır və alçaq təzyiq sahəsidir. Sonra 2, tropikdir, onun üçün enən havadır, yəni yüksək təzyiqdir. 4 yenə tropikdir, 6 isə arktikdir. Arktikdə bildiyimiz kimi yenə də enən hava və yüksək təzyiqdir. Sonra üçüncü sual, cədvəli tamamlayın. Deməli, ekvatorial enliklərdə temperatur istidir, isti hava şəraiti olur. Həmçinin rütubət isə boldur, yəni rütubətli havadır. Rütubətli hava kimi qeyd edə bilərik biz bura. Tropikdə istidir. Amma havada qurudur. Mülayim enliklərdə temperatur, yəni normal temperatur ya burada çox isti deyil, ya da burada çox soyuq deyil. Yəni normal temperatur qeyd və yaxud da mülayim hava və yaxud sərin hava qeyd edə bilərik biz burada. Yəni çox isti də deyil, çox soyuq da deyil. Rütubət də yenə burada normal rütubət var. Əsasən yəni rütubətlidir. Çünki burada əsasən dediyimiz kimi alçaq təzyiq sahəsidir. Sonra dördüncü sual. İfadələri məntiqi ardıcıllıqla düzün. Deməli, bizə ifadələr verilib, onları biz ardıcıllıqla düzməliyik. Deməli, ilk olaraq günəşdən gələn şüaların düşmə bucağı artır. Bu düşmə bucaq artdığı üçün də səth qızır. Səth qızdıqda isə su buxarlanır, yəni hava axınları yuxarı doğru hərəkət edir. Hava axınları yuxarı doğru hərəkət etdikdə və buxarlanan sudan bulud yaranır və buluddan da son olaraq yağıntı düşür. 5, 2, 4, 1, 3 şəklində olmalıdır ardıcıllığımız. Sonra 5-ci suala baxaq. Sxemi tamamlayın. Deməli, burada bizə sxem verilib. İqlimə təsir edən amilləri biz qruplaşdırmalıyıq. Deməli, iqlimə təsir edən əsas amillər nələrdir? Əsas amil günəşdən gələn istilikdir. Yəni, enlik üzrə günəşdən gələn istilikdir. Sonra ikinci amil yer səthinin müxtəlifliyidir. Həmçinin hava axınlarıdır, üçüncü amil
və yaxud bundan əlavə başqa bura qeyd etmək olar biz. Relyefi qeyd etmək olar və materikdən uzaqlığı qeyd etmək olar və sairə amilləri biz iqlimə təsir edən amillər kimi qeyd edə bilərik. Amma əsas amillər dediyimiz kimi günəşdən gələn istilik, yəni coğrafi ilikdən asılı olaraq günəşin düşmə bucağı, ikinci yer səthinin müxtəlifliyi, üçüncü amil isə hava axınları. Əsas təsir edən amillər bunlardır iqlimə. 6-cı suala baxaq. Şəkillərə əsasən küləyin gücünü təyin edin. Deməli, birinci şəkildə külək 0,1 bal gücündədir, çünki zəifdir. İkinci şəkildə nisbətən güclənib 1-3 bal demək olar. Üçüncü şəkildə 4-6 bal qeyd etmək olar. Sonraki şəkildə 7-9 bal qeyd etmək olar. O biri isə ən güclü küləklər, maksimum külək bildiyimiz kimi 12 bal ola bilər Beaufort şkalasına görə. Yəni burada da 10-12 bal gücündə külək deyə bilərik biz buna. Sonra 7-ci suala baxaq. Məntəqələrin yerləşdiyi iqlim sahələrini müəyyən edin deyir bizə. Deməli, A məntəqəsi yerləşir dağ, tundra iqlimində. Bu da olmalıdır, dağ, tundra. B yerləşir yarımsərə, quru çöl. C soyuq iqlim. D isə mülayim isti iqlim tipində yerləşir. Deməli, bu oldu bizim üçün coğrafiya 7-ci sinif 5-ci bölmə üzrə kiçik summativ qiymətləndirmə nümunəsi.